Değerli tələbələr, bu gün sizlərə hovuz və iş məsələləri ilə bağlı mövzunun izahını verəcəyəm. Gəlin başlayaq ilk sualdan. İlk sualda bizə deyir ki, Elçin divarı 10 gündə boyayır. Nazim isə bu işin öhdəsindən 15 günə gəlir. Onlar birlikdə divarı neçə gündə boyaya bilərlər? Deməli, burada Elçinin bir divarı 10 gündə boyadığını bilirik. Bir gündə isə bu işin onda birini həll edir. Yəni, divarın onda birini boyayır. Nazim isə bu işin öhdəsindən 15 günə gəlir. Bəs bir gündə işin 15'te 1 hissəsini görmüş olacaq. Onlar birlikdə dediyinə görə bunları toplayırıq. Ortaq məxrəc 30 qəbul eləsək. 30 olması üçün 3'ə vururam, onda surətdə 3'ə vururam. Plus 15'in 30 olması üçün 2'yə vururam, onda surətdə 2'yə vururam. Bu mənə verir 30'da 5. 30'da 5'də ixtisar gedəndə qalır 6'da 1. Yəni, bu işi ikisi birlikdə 6 günə həll etmiş olarlar. Biz işin 6'da 1'ini tapırıq. Yəni, bir gündə nə qədər edəcəklərini tapırıq ki, 6'da 1. Yəni, ikisi birlikdə 6 gündə bu işi yekunlaşdırarlar deməkdir. İkinci sualda, Mustafa bir işin yarısını 3 günə, Əhməd isə işi 2 günə yerinə yetirə bilir. İkisi bir yerdə işləyərsə bu işi neçə günə qurtararlar? Deməli, Mustafa bir işin yarısını 3 günədirsə, tamamını 6 günə. Yəni, bir günə 6'da 1'ini, Əhməd isə 2 günə. Yəni, bir günə 2'də 1'ini həll edir. Bunlar üçün ortaq məxrəc 6 qəbul edirik. 1 qalır yerində. Plus 3 olması üçün surətdə 3'ə vururam. 6'da 4. Bu da deməkdir 3'də 2. Biz yenə bunun tərsini götürürük. Yəni 2 bölünsün 3 yox, 3 bölünsün 2 kimi tərsini götürürük. Sonra deyir ki, bir nasos boş havuzu 4 saata dolduranda havuzun altında ayrı bir nasos da 8 saata dolu havuzu boşalda bilir. Eyni anda 2 nasos açılarsa boş havuz neçə saata dolar? Bax, biri 4 saata doldurur. 4'də 1 qəbul edirik. Digəri isə boşaldır. Ona görə bundan çıxırıq. 8 saata boşaldır. Yəni 1 saata 8'də 1'ini boşaldır. Bərabərdir. Ortaq məxrəc 8 qəbul edirəm. 4'ün 8 olması üçün 2'yə vururam. Minus 1. Bərabərdir 8'də 1. Yəni ikisi bir yerdə işləsələr 8 saata bu hovuz dolar. Yəni demək olar ki, bütün hamısını bu qayda ilə həll edirik. 4-cü sualda boş hovuzun yarısını kran 5 saat ərzində doldururkən, dibindəki deşik isə hovuzu 6 saata boşaldır. Hovuz neçə saatında dolar? Əslində bu dolmaz. Nəyə görə? Deyim, sonra misal olaraq da yazaram. Deməli, yarısını 5 saat ərzində doldurursa, tamamını 10 saata dolduracaq. Yarısını 5 saatsa, tamamını 10 saata. Bu hovuz 10 saata dolur, 6 saata boşalır. Yəni, boşalması dolmasından daha tezdir. Bu deməkdir ki, bu hovuz heç vaxt dolmayacaq. Yəni, dolmaz olanda bir dəfə fikir verəsiniz ki, gec dolur, tez boşalır. Tez boşalırsa bu heç vaxt dolmaz ki. Gəlin indi misal olaraq da yazsaq, yəni buna fikir vermədik. Deyək ki, gəldik belə misal şəklində yazdıq, hardan biləcəyik ki, bu dolmaz götürməliyik. Yarısını 5 saatsa dedik tamamını 10 saata, 1 saatında 10'da 1'ini. Boşaldır dediyinə görə bundan çıxıram 6'da 1'ini. Bərabərdir. Ortaq məxrəc 30 qəbul edirik. 30'da 3 minus 5'ə vururamsa yuxarına da 5'ə vururam. Deməli, bu eləyir 30'da mənfi 2. Bu da olsun mənfi 15'də 1. Gəlib burada 15'i götürə bilmərik. Yəni, mənfi var qabağında. Mənfi nə deməkdir? Yəni ki, bu hovuz dolmaz. Mənfi saat ola bilməz ki. Düzdürmü? 5-ci sualda bizə deyir ki, Orxan bir işi 10 gündə yerinə yetirir. Orxan ilə Araz bir yerdə həmin işi 8 günə yerinə yetirdiyinə görə Araz bu işi tək başına neçə günə yerinə yetirər. Eyni misalda sadəcə fərqli cəhətdən veribdir. 10 günə yerinə yetirir deyir. Mən bunu götürürəm 10'da 1. Orxanın işini 10'da 1 götürürəm. Plus Arazın işini bilmirəm. 10'da 2'də 1 götürürəm. Bərabərdir. İkisi bir yerdə 8 gündə. 8'də 1. Eyni şəkildə bir misal veribdir. Sadəcə burada Arazın işini soruşur. Yəni ortadakı tapmağımızı istəyir. 2'də 1 bərabərdir. 8'də 1'dən çıxacaq 10'da 1'in. Bu da bərabərdir. İkisinə ortaq məxrəc qəbul edərik 40'ı. Onda belə olur, altdan yazıram. 40'da 8'ə 5 dəfə düşür, 10'a isə 4 dəfə düşür.
bərabərdir 40-da 1-ə. Yəni Araz tək bu işi 40 gündə yerinə yetirərmiş. Baxaq 6-cı suala. 6-cı suala baxmadan əvvəl buranı təmizləyək ki, rahat baxaq. Usta 3 gündə 10 kvadrat metr divar, şagird 5 gündə 9 kvadrat metr divar hörə bilir. İkisi birlikdə 154 kvadrat metr divar neçə gündə hörə bilərlər? Bu suala belə yanaşaq ki, əgər usta 3 gündə 10 kvadrat metr divar hörürsə, bir günün tapmaq çətindir. Çünki onu mən necə götürəcəyik? 3 gündə 10-dur. Yəni tamamilə bir günü götürə bilmirik. Onu 3-ə bölə bilmirəm. Və yaxud da 5 gündə 9-dur. Mən 9-u 5-ə bölə bilmirəm ki, bir gündə. Onda hər ikisi üçün ortaq bir şey götürək. Məsəl üçün 3 ilə 5-ə 15 götürək. Usta 3 gündə 10 kvadrat metr hörürsə, 15 gündə nə qədər hörəcək? Buradan yazaq usta. Usta deməli 15 gündə nə qədər hörəcək? 3 gündə 10-dursa, 15 gündə bunu 5-ə vururamsa, bunu da 5-ə vururam. 50 kvadrat metr. Və şagird isə deyir ki, 5 gündə 9-dursa, 5 gündə 9-dursa 15 gündə nə qədər olacaq? Mən 5-i 3-ə vururam, 15 edir. Ondasa, baxın bu 9-u da 3-ə vurmalıyam, 27 kvadrat metr etməlidir. 15 gündə ikisi bir yerdə nə qədər edirlər? Divar hörə bilirlər. 50 ilə 27, 77. 77 baxsanız, bu 154-ün yarısıdır. Yəni biz yarısını tapmışıq. 15 gündə yarısını. Bir dəfə də 15 olmalıdır ki, bir dəfə də 77 eləsinlər və 154 kvadrat metr divar hörə bilsinlər. Burada əgər ortaq məxrəc kimi 30-u götürsəydik, elə 154 alacaqdıq. 15 götürdüyümüzə görə bunun yarısını almışıq. 7-ci sualda 7-ci sualda deyir ki, 10 fəhlə bir işi 12 gündə görürlər. Eyni işi 15 fəhlə neçə gündə görür? Baxın, belə götürürük. Deyirik ki, 10 fəhlə 12 gündə görürsə, eyni işdir 15 fəhlə neçə gündə görür? Baxın, burada diqqət etməyiniz gerəkən bir şey var ki, mən buna belə qarşı-qarşıya baxım, yoxsa belə çarpaz baxım. Burada fikir verməlisiniz nəyə? Əgər baxın, bu tərəf artıbdır. Bu tərəf də artacaqsa, mən bunu belə çarpaz götürə bilərəm. Bir tərəf artır, bir tərəf azalırsa, mən bunu düz mütənasib olduğuna görə götürməliyəm, necə deyim, qarşı-qarşıya, yəni 10-u 12-yə vuram, bölüm 15-ə. Burada isə 10-dan 15-ə gəlib, yəni artıbdır. Bu azalmalıdır. Səbəb odur ki, bunun artıb azalmağını hardan biləcəm? Təbii ki, məntiqi cəhətdən düşünürəm. 10 fəhlə 12 günə görür. Fəhlə artdısa, daha tez bitirəcəklər. Yəni 10 fəhlə 12 günə gördüyün 15 fəhlə daha çox günə görməyəcək. Fəhlə artıbsa iş tez qurtaracaq deməkdir. Yəni 12 azalacaq deməkdir. Ondasa buna nə edirik? Qarşı-qarşıya baxıram. Yəni yazıram ki, belə 15 x bərabərdir. Baxın 12-ni 10-a vururam. 120 deyək belə. X də bərabərdir. 120-ni 15-ə bölsək 8 alarıq. Yəni 8 günə bitirərlər. Eyni sual. Tiplərindən biri də bu 8-dir. Kamran işi 30 gündə yerinə yetirir. Kamran işləmə sürətini 25% artırarsa, eyni işi neçə gündə görər? Baxın indi. Kamran sürətini artırmamışdan əvvəl sürət neçə idi ki? İlkini götürürük 100%, düzdürmü? 100% ilə işləyəndə 30 gündə yerinə yetirirmiş. İndi deyir ki, 25% artırır, olur 125%. İndi bəs neçə gündə yerinə yetirər? Baxın, yenə eyni qayda. Bu tərəf artıb da, bu tərəf azalacaq. Səbəb odur ki, 100% ilə işləyəndə 30 günə sürətini artırıbsa daha tez qurtarmalıdır. Daha tez qurtaracaqsa əgər, burada x-imiz daha az olacaq. Yəni 30-dan daha az olacaq. X bərabərdir, ondasa qarşı-qarşıya baxıram. Yəni 100-ü vururam 30-a, bölürəm 125-ə. 125 ilə 100 ixtisar getsin 25-ə. Burada 4, burada da 5 düşər. 5 ilə də 30 ixtisar getsə 6, 6 da 4-ün 24. Yəni 24 günə işi görər. Baxaq 9-cu suala. 9-cu sualda bizə deyir ki, Aydın ilə Pərviz birlikdə bir işi 15 günə yerinə yetirir. İşin 5-də 2-sini Pərviz 8 günə yerinə yetirərsən, Aydın bu işin hamısını neçə günə yerinə yetirər? Deməli, necə yanaşaq? Birinci baxaq ki, Aydın deyir ki, işin ikisi birlikdə 15 günə, tamam. İkisi birlikdə 15 günədir. Aydın isə 5-in 5-də 2-sini 8 günə. Əvvəlcə tapaq ki, bu 5-də 5-ini də, yəni tamamını neçə günə yerinə yetirir. Sonra onun bir günü ilə Pərvizin bir gününü götürək, 15-də 1-ə bərabər eləyək. Əvvəlcə işimiz Aydının
bu işin tamamını neçə günə tapdığı olsun. Yəni tapmaq olsun ki, işin tamamını neçə günə görəcək. Əgər 5-də 2-sini, bunu yenə belə götürək. 5-də 2-sini 8 günə yerinə yetirirsə, tamamı 5-də 5-dir. 5-də 5 də 1 deməkdir. 1. O da x-dir. Onda buradan əvvəlcə x-i tapaq ki, neçə günə, yəni tamamını neçə günə görəcək. X-imiz bərabərdir. 8-i 1-ə vururam, bölürəm 5-də 2-yə. Yəni çarpaz baxırıq buna. Çünki bu artıbdır, bu da artmalıdır. Yəni tamamını neçə günə görəcək. Bu daha çox gün olmalıdır. 8-dən daha çox olacaqdır. Onda isə belə baxaq. Deyək ki, 8x bərabərdir. 8-i 1-ə vuracağım, böləcəm 5-də 2-yə. 8-i 1-ə vuran ilə 8, böləndə 5-də 2-yə, bunu biz ixtisar getməsi üçün vurmaya çevirməliyik. Yəni, baxın belə, 8 vuraq 5-də 2, bölək bağışlayın. Bu bərabərdir 8 vuraq 2-də 5-ə. Yəni, bunların yeri dəyişir. İkincinin yeri dəyişir. İxtisarımı gedirəm, qalır burada 4, 4-də 5-in 20. X-imiz bərabər imiş 20-yə. Yəni, Aydın bu işi 20 günə görür. İndi mən bunu bu tərəfdən başlayaq yazmağa. Deyək ki, Aydın bu işi 20 günə yerinə yetirir. Bir gündə isə 20-də 1-ni yerinə yetirəcək. Mən bilmirəm Pərvizi. Pərviz... Bir dənə gözləyin. Bizim bu tapdığımız Pərviz imiş. Yəni, bu Pərviz imiş. Burada yerini səhv yazmışıq. Pərviz imiş. Bizdən də Aydın soruşur. Heç fərqi yoxdur, yəni səhv tapmamış, sadəcə adlarını səhv oxumuşam. Pərviz 20-də 1-ini, Aydını bilmirəm və ikisi birlikdə nə qədərdir? 15 günə. 15-də 1. İndi buradan ikisi tapmaq üçün 15-də 1-dən 20-də 1-ini çıxmalıyıq. X bərabərdir. 15-də 1 çıxaq 20-də 1. Bu bərabərdir 15 ilə 20-yə ortaq məxrəc kimi qəbul edirik 60-ı. 60 olması üçün 4-ə vurmalıyım. Onda yuxarını 4-ə vururam. Çıxaq. 20, 60 olması üçün 3-ə vururam. Onda yuxarını da 3-ə vururam. Bizə verir 60-da 1-i. Yəni 60 günə Aydın bu işi tək başına 60 günə yerinə yetirəcək imiş. Baxaq buradan 9-cu suala. 9-a baxdıq. 10-cu suala baxmalıyıq. 10-cu sualda deyir ki, fəhlə, 9 fəhlə birlikdə çalışaraq bir işi 10 gündə qurtarırlar. Eyni işi 4 gün tez qurtarmaq üçün əlavə neçə fəhlə tələb olunur? Deməli, 9 fəhlə 10 günə yerinə yetirirsə, x fəhlə, yəni neçə fəhlə 4 gün tez. 4 gün tez deyirsə, 6 gün nəzərdə tutur. Yəni, ondan 4 gün tez 6 nəzərdə tutacaq. İndi deməli, baxırıq ki, baxın, bu tərəf azalıbdır. Amma bu tərəf çoxalmalıdır. Çünki 10 günə, 9 fəhlə 10 günə yerinə yetirirsə, 6 günə yerinə yetirmək üçün fəhlə artmalıdır. Fəhlə artacaqsa, deməli, 9 fəhlə artmalıdır burada. Onda belə edirik. Bunlara düz baxırıq. Deməli, 6x ya da belə yazaq. X bərabərdir. 9 10-a vuraq, bölək 6-ya. 9 vur 10 böl 6. 90-ı da 6-ya bölsək, bizə verər 15-i. X-imiz də 15-dir. İndi siz burada 15-i götürməyəcəksiniz. Çünki bizə deyir ki, əlavə neçə fəhlə tələb olunur. Baxın, 9 fəhlə var. 15 olması üçün nə qədər fəhlə lazımdır bizə? Əlavə 6 fəhlə lazımdır. Əgər desəydin ki, neçə fəhlədir, ümumiyyətlə əlavəni deməsəydi, neçə fəhlə lazımdır desəydi, biz bəli, 15 fəhlə lazımdır. Amma bizə burada deyir ki, əlavə neçə fəhlə lazımdır. Yəni 9 fəhlə var, əlavə neçə fəhlə lazımdır? 6 fəhlə lazımdır ki, 15 olsun. Baxaq buradan 11-ci suala. Bizə deyir ki, bir fəhlə işin 40%-ni 12 saat görərsə, bütün işi neçə saata qurtarar? 40%-i 12 saatdırsa 100%-i neçədir? Belə baxmalıyıq biz buna. 40% nə deməkdir əslində? Gəlin belə baxaq. 40% nə deməkdir? %40, düzdürmü? %40 da deməkdir ki, buna 20 ixtisar gedində 5-də 2 qalır. Yəni deyir ki, işin 5-də 2-sini 12 saata görürsə, 5-də 5-ini neçə saata görəcək? Bizdən soruşduğu budur. Deyirəm ki, 5-də 2-sini 12 saata görürsə, əgər 5-də 5-ni, yəni tamamını, yəni 1-ini də 5-də 5 nə deməkdir? 1 deməkdir, düzdürmü? 1 yazaq. Buradan heç çox da kəsirə düşməyək. 1-ni, yəni tamamını neçə saata görəcəkdir?
Burada ikisi də artıbdır. Yəni 12 saata görür 5-də 2-sini. Tamamilə daha çox saat görəcək deyə qarşı-qarşıya yox. Bunlar nə edirik? Çarpaz baxırıq. Yəni 12-yi 1-ə vururam, bölürəm 5-də 2-yə. İkisinin bərabərdir. 12-ni 1-ə vuranda 12, böləndə 5-də 2-yə mən tərsinə vurmalıyam. Yəni 12-ni 2-də 5-ə vurmalıyam. Bu da ixtisar gedir. 6, 6-da 5-in də 30-a bərabərdir. X'imiz 30'dur. Yəni 30 saata görəcək deməkdir. Növbəti baxaq 12-ci suala. Mənim yerim qısıtlı olduğuna görə silib yazıram. Sizlər əgər başa düşmədiyiniz bir yer varsa təkrar arxaya baxa bilərsiniz və yaxud da skrin götürə bilərsiniz. Birinci fəhlə işi 12 gündə, ikinci fəhlə işi eyni işi 24 gündə görür. İkisi birlikdə işləsələr bu işin 4də 3-ünü neçə gündə görərlər. Deməli biz əvvəlcə bura qədər tapaq. Yəni bizə verilənin tamamını neçə gündə qurtararlar, sonra o tamamından 4də 3-ünü neçə gündə görərlər, onu hesablayarıq. Birinci fəhlə 12 gündə. 1 gündə 12-də 1 plus eyni işi deyir ikinci fəhlə 24 gündə 24-də 1. Bu bizə verir neçəni? Ortaq məxrəc ilə 24-ün özünü götürürəm. Bu 2-dir. Bu da 1-dir. 24-də 3. Bu da bizə verəcək neçəni? 8-də 1-i. 8-də 1. Deməli, bu ikisi birlikdə işləsələr 8 günə görəcəklər. Bu tamamını deməkdir. Tamamı nə deməkdir əslində? 4də 4 da düzdürmü? 4də 4-ünü 8 günə görürlər. 4də 4 də nə deməkdir? 1 deməkdir, düzdürmü? Birini, yəni tamamını 8 gündə görürlər. Onda 4də 3-ünü neçə gündə görəcəklər. Baxın, bu azaldı axı, bu da azalacaqdır. Deməli, onda nə edirik? Bunlara çarpaz baxırıq. Yəni 8-i, baxın, x-i 1-ə vururam, elə 2x bərabərdir. 8-i də vururam 4də 3-ə. 2 dəfə 3-ün 6 verər. Deməli, 6 gündə görəcək imiş. 4də 3-ünü 6 gündə görəcək. Baxaq 13-cü suala. Görək bizə nə verir və nəyi soruşur. 13-cü sualda bizə deyir ki, eyni gücə malik 25 işçinin 25 günə görə bildiyi bir işi 125 işçi neçə gündə yerinə yetirər? Baxın, 25 işçi biraz əvvəldən yazsaq əslində yerimizdə artıq qalmış olar. 25 işçi 25 günə. İndi deyir ki, 125 işçi neçə günə görəcək? Sizlər deyə bilərsinizmi ki, burada biz qarşı-qarşıya baxmalıyıq, yoxsa çarpaz baxmalıyıq? Baxın, burada 25 işçi deyir, 125 işçi, yəni artıbdır. Burada azalacaq ya yox? Təbii ki də azalacaq. Səbəb odur ki, əgər 25 işçi 25 günə görürsə, işçini artırıbdır. Bax, eyni işi deyir, fərqli bir iş deyil, eyni işi deyir. Ona görə deyir ki, 125 işçi neçə günə qurtaracaq? Yəni, 125 işçi artıq işçi artdığına görə bu iş tez qurtaracaq, tez bir müddətdə qurtaracaq. Əgər məsəl üçün bura artıb, bura azalırsa, buna qarşı-qarşıya baxırıq. Yəni, ikisinin bərabərdir. Mən 25-i 25-ə vururam, 25-i vururam 25-ə, bölürəm 125-ə. 125 ilə bunun biri ixtisar getsin, burada 5 qalır, 5-i də bundan ixtisar getsin, burada qalır elə 5. Yəni 5 gündə qurtararlarmış. Baxırıq 14-cü suala. Elçin divarı 10 günə boyayır. Nazim isə bu işin öhdəsindən 15 günə gəlir. Onlar birlikdə 3 gün işlədilər. Divarın hansı hissəsi boyanmamış qaldı? Ondansa belə eləyək. Əvvəlcə bu divarı neçə gündə, ikisi birlikdə neçə gündə bitirərlər onu hesablayaq. Elçin divarı 10 günə boyayırsa, onda 1 günə onda birini plus Nazim isə 15 gündə öhdəsindən gəlirsə 15-də 1 qəbul edirəm. İkisi üçün ortaq məxrəc 30 seçirəm. 30 olması üçün 3-ə vururam plus 30 olması üçün 2-yə vururam. Bərabərdir 30-da 5. Bu da bərabərdir 30-da 5. Bu da bərabərdir. Ixtisar getsə 6-da 1-ə. Demək ki 6 gündə. İkisi bir yerdə 6 gündə bu işi bitirərlərmiş. 3 gün işləyiblər. 3 günə 6 gündə bitir. 3 günə bu işin yarısına görərlər. Yarısını nə deməkdir? 2-də 1-ini. Yəni, yarısını neçə gündə bitirərlər? 2-də 1-də. Beləyim, yarısını deyəndə ki, 3 gün işləyiblər və yarısını bitiriblər. 15-ci sualda bizə deyir ki,
Hovuzu bir boru 12 saata, ikinci boru eyni hovuzun yarısını 9 saata doldurur. İki boru birlikdə hovuzun neçə saatını doldurar? Deməli, hovuz nənəsində iş məsələsi eyni qayda ilə hesablayırıq. Deməli, doldurursa ikisi də bunları toplayacağım ki, ikisi birlikdə neçə saata doldurarlar. Baxın, hovuzu bir boru 12 saata doldurursa, 12-də 1 plus yarısını 9 saata doldurursa tamamını 18 saata dolduracaq. 18'də 1 qəbul edirəm. İkisi üçün ortaq məxrəc 36 seçirəm. 36 olması üçün 3'ə vururam. Plus 36 olması üçün 18'i 2'yə vururam. Bu mənə verir 36'da 5. Mənə indi bunun nəyi lazımdır? Tərsi lazımdır. Tərsi nədir? 36 bölü 5. Bu da mənə nəyi verəcək? 7.2'ni. Yəni C variantı. 7 saat 20 dəqiqə kimi fikirləşin bunu. Deyir ki, bir fermada olan yem yalnız qazlara 20 gün müddətinə, toyuqlara isə 60 günə çatır. Qazlar və toyuqla birlikdə gəsər bu yem neçə günə bitər? Deməli, nə edirəm? Eyni qayda. 40'da 1 ilə 60'da 1'i toplayıram. Bu da verir. Ortaq məxrəc seçək bunlara neçəni? 120'ni seçə bilərik. 120 seçsəm, 40'ın 120 olmasını 3'ə vururam, onda yuxarıda 3'ə vururam. 60'ın 120 olmasını 2'yə vururam, onda yuxarıda 2'yə vururam. Bizə verir 120'də 5. Bunlar da ixtisar geçsələr 120 ilə 5 ixtisar geçsə 125'ə bölündə düşür 24. Burada da 1. Deməli, nə qədər gün? 24 gün çatarmış. 17-ci sualda bizə nə deyir? 17-ci sualda deyir ki, eyni cüzdə 2 nasos boş hovuzu 4 saatda doldurur. Bir nasos həmin boş hovuzu neçə saatda doldurar? 2 nasos eyni cüzə malikdir. 2 nasos 4 saatda doldurursa, ondan belə götürə bilərsiniz. Baxın bunu. Bu da eyni cüzə malikdir. X-də 1. Digəri də eyni cüzə malikdir. X-də 1. İkisi birlikdə işləyəni 4 saata doldururlar. Bu əslində şifahi sualdır. 8 saat doldurur biri. Yenə də belə misal olaraq gözünüzün qarşısında canlansın deyə belə bir şey yazdıq. İkisi də eyni cüzə malikdir. Ortaq məxrəc bunlara x-dir, düzdürmü? X-də 2 bərabərdir 4'də 1'ə. Baxın, indi mən bunu çarpaz vursam, belə çarpaz vursam, x'i 1'ə vursam 2x, bərabərdir 4'ü 2'yə vursam 8. Yəni bir dənəsi 8 saata doldurarmış. Baxaq 18-ci suala. Bir işi birinci fəhlə A gündə, ikinci fəhlə 3 A gündə, üçüncü fəhlə 6 A gündə görür. Üçü birlikdə bu işi 24 gündə görürlər. Üçüncü fəhlə bu işi tək başına neçə gündə görər? Gəlin yazaq. A gündə birinci fəhlə A gündədirsə, bunun bir gündə gördüyü iş A-da 1 qəbul edirik. Plus ikincisi 3 A gündə, 3 A-da 1. Üçüncüsü isə 6 A gündə, 6 A-da 1. Bərabərdir 24'də 1'ə. Burada indi ortaq məxrəc seçirəm bu üçü üçün 6A. 6A olması üçün 6'ya vurmalıyam. 3A olması üçün 6A olması üçün 2'yə vurmalıyam. Elə 1 də olur. Və buradan devam edək. Altdan yazıram bunun devamını. 6A yuxarısı bizə verir 9'u. Bərabərdir 24'də 1'ə. Mən indi 6A'nı, əslində məndən 6A'nı soruşur, bilirsiniz. Çünki 3-cü fəhlə bu işi tək başına neçə gündə görər? 3-cü fəhlə 6A'dır. Mən buradan A'yı təkcə tapmağımın heç bir mənası yox. Çünki bir də 6A'ya qaldıracağım bunu. 6A da bərabərdir. 6A'nı 1'ə vursam elə 6A bərabərdir. 9'u 24'ə vursaq, deməli 36 6 yazırıq. Burada da edər neçə? 216. Yəni tək başına 216 günə görərmiş. Buradan A'yı təbii ki tapa bilərik. A'yı tapmaq üçün 216 böləcəyik 6'ya. Sadəcə bizdən ilə 6A'nı soruşur deyə eldə saxladıq. Deyir ki, X yükü 6 kamazla 6 saatı daşınarsa, 200 X yükü 200 kamazla neçə saatda daşınar? Deməli, bunları necə həll edirik? Bizə verilənlərə baxdıqda deyir ki, X yükü 6 kamazla 6 saat daşınarsa, 200 X yükü 200 kamazla neçə saatda daşınar? Baxırıq ilk öncə. Baxın, burada X yükdür. Yəni 1 qəbul edirik. Düzdürmü? X'in qarşısında heç nə yoxdur. 1 qəbul edirik. Burada 200 X'dir. Yəni 200 X'dən 200'ü eyni veribdir. Burada 1 ilə 6 bir-birinin 6 qatıdır. Yəni 6 birin 6 qatıdır. Bizdə burada ona görə
6 saatda daşınırsa biz bunun 6 qatını götürməliyik. Yəni 36 saata daşınmalıdır. Bunu şifahi şəkildə deyə bilərik. Lakin 20 belə deyil. 20-ni təbii ki də yazmalıyıq. Bizə deyir ki 36 fəhlə 125 km yolu 27 gündə seçib qurtarır. Yazıram ki 36 fəhlə 135 km yolu 27 günə qurtarır. Bəs 9 fəhlə 225 km yolu neçə gündə seçib qurtaracaq? Buradan ikisi tapmaq üçün deməli, bunlara biz üçlü çarpaz şəklində baxmalıyıq. Baxın, bu üçünün hasilinə bərabər olmalıdır. Hasilinə bərabərdirsə, ikisi tapmaq üçün üçlünü burada 2 dənə olana bölməliyik. Üçlü olan hansıdır? 36 vurulsun 225 vurulsun 27. Burada ikili olan nədir? 9 ilə 135. 225 ilə 135 ixtisar edə bilərik 45-ə. 45-ə getdikdə 5 dəfə, 135-i 45-ə böldükdə 3 dəfə düşür. 9 ilə 36-nın özü ixtisar gedir 4 dəfə, 3 ilə də 27 ixtisar getsin, burada qalır 9 dəfə. 4 dəfə 5-in 20, 9-a da vursaq 180. Yəni 180 günə çəkib qurtararlarmış. E variantına uyğun gəlir. Buradan da 20 sualın izahına baxdıq. Gələn dərs üçün sizlərə sürət məsələlərinin izahını verəcəyim. Xəbərdar olmağınız üçün kanala abunə olun ki, mən yeni videolar yükləyəndə sizlərə bildirim gəlir.